eləyin ki, bu dəqiqə sizin cəmisi 10 dəqiqə vaxtınız var. 10 dəqiqədən sonra həyatdan keçirsiniz. Və sizin cəmi bircə dənə telefon zənginə imkanınız var. Nə sözlər söyləyərdiniz? Ölmək üzərində olan insanların əksəriyyəti peşmançılıqlar içərisində ölür. Bu peşmançılıqları yaşamamaq üçün istəyirəm məni diqqətlə dinləyəsiniz. Ölmək üzərə olan insanların əsas 4 peşmançılığı var. Birinci, kaş ki mən özgələrinin məndən gözlədiyi həyatı deyil, öz istədiyim həyatı yaşayardım. İkincisi, kaş ki duyğularımı ifadə etmək cəsarətim olardı. Üçüncüsü, kaş ki əzizlərimə, dostlarıma, doğmalarıma lazımı qədər vaxt ayırardım. Və nəhayət, dördüncüsü, kaş ki özümə daha çox xoşbəxt olmağa izin verərdim. Baxın əzizlərim, bu peşmançılıqları yaşamamaq üçün bəlkə artıq vaxtdır. Bəlkə bir düşünəsiniz öz həyatınız barədə. Bəli, xoşbəxtlik bir seçimdir. Xoşbəxtlik bir seçimdir. Bunu çoxlarınız anlamırsınız. Həyatımızda qarşımıza çıxan problemləri, çətinlikləri bizim seçmək şansımız yoxdur. Amma o problemlərin, o çətinliklərin qarşısına çıxmağa bizdən asılıdır. Necə biz o problemlərə təpki verəcəyik? Necə onları həll edəcəyik? Problemlər bizim üzərimizə gəlib böyüyəcəkmi? Yoxsa biz onların üzərinə gedəcəyik? Yoxsa biz onları həll edəcəyik? Başa düşürsünüz. Əzizlərim, qulağınıza tuhaf gəlsə də, inanın, bu həyatda, həyatımızda yeganə bir dənə gerçəkliyimiz var. Ölüm. Ölüm hər birimizin qapısını döyəcək. Hər gün ölümü xatırlayın. Əgər hər gün ölümü xatırlasanız, hər günə xoşbəxt olmaq üçün bir şans kimi baxacaqsınız. Xoşbəxtlik üçün həyatınızın hər gününə anlam qatacaqsınız. Baxın, təsəvvür eləyin ki, bu dəqiqə sizin cəmisi 10 dəqiqə vaxtınız var. 10 dəqiqədən sonra həyatdan köçürsünüz. Və sizin cəmi bircə dənə telefon zənginə imkanınız var. Kimi yığardınız? Nə sözlər söyləyərdiniz? Bəlkə də artıq məqamı çatır. Sevdiklərinizə, duyğularınızı açasınız. Xoşbəxt olasınız. Bəlkə də artıq vaxtdır. Bəli əzizlərim. Beləliklə hər günə anlam qatır. Və qarşınıza bu sualları verin. Gerçəkdənmi? Gerçəkdən nə istəyirsiniz? Sizi geri aparan nədir? Hansı işlə cəsarətli olmaq üçün özünüzü təbrik edəcəksiniz? Gerçəkdən xoşbəxt misiniz? Əgər siz aldığınız hər qərarda bu sualları düşünsəniz, o zaman xoşbəxt olacaqsınız. Bunu mən sizə söz verirəm.